Salam, Qoldurmaz deyir Tədris Mərkəzi. Bugün sizlərə EMHM Riyaziyyatın 4-cü nəşrində olan integral bölməsinin test 11-in izahlarını verəcəyəm. Vaxt itirməyək, keçək suallara. Şəkildə qrafiki 1-ci, 2-ci və 3-cü hissələrinin sahələri uyğun olaraq 4-1 birinci sual yazırıq. Birinci hissənin sahəsi uyğun olaraq neçədir? 4-dir. İkinci hissənin sahəsi uyğun olaraq 1-dir. Üçüncü hissənin sahəsi uyğun olaraq neçədir? 2-dir. Olarsa aşağıdakılardan hansılar doğrudur? Baxaq. Birincidə deyir ki, nə? Mənfi 2-dən, integral mənfi 2-dən 2-yə f(x) dx. Mənfi 2-dən 2 f(x) dx-dir hesabla. Mənfi 2-dən 2-yə birinci və ikinci sahələrdən ibarətdir. İkinci sahəmiz 1-dir. Yazıram 1. Birinci sahəmizdə isə integral dəyəri mənfi 2-dən 0-a, 0-dan 2-yə götürülür. Təbii ki, integral dəyəri mənfidir. Sahə yox ha, integral dəyəri mənfi olduğuna görə 1-dən çıxaram. Birinci nəyə bərabərdir? Birinci 4-dür. Yazıb 4. 1 çıxılsın 4. O da nəyə bərabər oldu? Mənfi 3-ə. Deməli, fərqlidir 5-dən bu olmaz. İkinciyə baxıram. 0-dan 5-ə qədər f(x) dx, bir dəqiqə f(x) dx bərabərdir. 0-dan 5-ə qədər baxıram. 0-dan 2-yə, bir də 2-dən 5-ədir. 0-dan 2-yə ikinci sahədir. İkinci sahə yenə 1-dir. 2-dən 5-ə isə mənfi hissədə yerləşir integral dəyəri. O da üçüncü sahə 2-dir. Bu mənfi 2 yazdığım integral dəyərdir. Yəni ki, sahə deyil, ona görə çıxıram. Olur neçə? Mənfi 1. Bu da 1-dən fərqli olduğu üçün bu da olmaz. Keçirəm üçüncüyə. İntegral mənfi 2-dən ümumi 5-ə qədər modul f(x) dx. O zaman bərabərdir. Mənfi 2-dən 5-ə hamısı, mənfi 2-dən 0-a, 0-dan 2-yə, 2-dən hara kimi götürülüb? 5-ə kimi götürülüb. Bunun modulu olduğuna görə, gəlin yazaq da, bərabərdir. Mənfi 2-dən hara kimi? Mənfi 2-dən 0-a modul f(x) dx. Üstə gəlinsin. 0-dan 2-yə bu ikinci sahə modul f(x) dx. Üstə gəlinsin. Bir də 2-dən 5-ə modul f(x) dx. Hər birinin modul, integral dəyəri modul olduğuna görə verilənləri toplayıram. Yəni ki, 4, üstə gəlinsin 1, üstə gəlinsin 2. 4 üstə 1, 5 üstə 2 oldu 7. 7, 7-yə bərabər olduğuna görə doğru cavabımız deyir, hansılar doğru idi? Yalnız 3 doğru olar. O da C variantıdır. Keçdik ikinci suala. İkinci sualda deyir ki, integral 0-dan 2-yə kökün altında 4 minus x kvadrat dx integralını hesablayın. Biz bilirik ki, 4 minus x kvadrat çevrədir. Bura bir y olsun, bura bir x olsun. 4 minus x kvadrat 0-dırsa, x bərabərdir 2 olsun. Radiusu 2 olan. Bir də mənfi 2. Yarım çevrəni götürdüm. 0-dan 2-yə deyir. 0-dan 2-yə. Bax, bu çevrənin nə idi bura? Bu çevrənin 4də 1-ini təşkil edir də. Bu sahə, yəni bunun sahəsini tapırıq. Burada 90, bura 2-dirsə, burada 2-dir. S bərabərdir. Pi r kvadratdır. Pi vurulsun r-in kvadratı, yəni 2-nin kvadratı oldu 4pi. Amma 4pi'nin nəyi? Çevrənin 4də 1 hissəsidir. 4də gedər, yerdə qalar neçə? Pi. Doğru cavabımız ikinci sual da olar. Y variantı. Üçüncü sual. Baxa görə bizə nə deyir? f(x) verilib bizə. f(x) bərabərdir. İntegral mənfi 1-dən 3x minus 2-yə y kvadrat çıx 3 dy. Funksiyasının x nöqtəsində toxunan bucaq misalını soruşur. Onda mən yazıram f törəmə x bərabərdir. 3x minus 2 integral mənfi 1 y kvadrat çıx 3 törəməsi dy. Bilirik ki, törəmə integralı apardı. Yerdə nə qalmalıdır? Yerdə qalmalıdır ki, 3x minus 2-nin kvadratı minus 3 vurulsun
Bir də 3x minus mürəkkəb funksiyanın törəməsi. Mənfi bir halında da törəmə 0 edildiyinə görə onu artıq yazmıram. Newton-Ley düsturur da. 3x minus 2'nin kvadratında da törəmə 3 edir. Burada da 3x minus 2'nin kvadratı minus 3'tür. O da bərabərdir. Harda x var? Yerine 2 yazmalıyam. 3 vurulsun. 3 2 6. Çıx 2'nin də kvadratı çıx 3 bərabərdir. 3 vurulsun. 16 minus 3 olur. O da 3 vuraq 13'dən. Doğru cavabımız neçə oldu? 39 oldu. 3-cü sualda olar A variantı. Keçək misal nömrə 4'ə. Fx funksiyası verilib. Hissə hissə funksiyadır. 4 x 2'dən kiçik bərabərdir. 3x plus 2 verib. X yazıram x minus 2. X kiçik bərabərdir 2 verib. Olarsa 0'dan 1'ə x plus 2 fx dx değerini hesapla. Aha. Burada 0'dan 1'ə aralıq x kiçik bərabərdir 2'ye uyğun gəlsin da fx'in yerine 1/4 yazıram. Müxtəlif yolları var. Ben belə yazıram. Və 4'ü keçidirəm qarşıya. Olur integral 0'dan 1'ə. X plus 2 bir dənə dx. O da bərabərdir. 4 vurulsun. Aha. X'in integralı x kvadrat bölü 2. 2'nin də 2x'tir. Hardanlara 0'dan 1'ə doğru. O da bərabərdir. 4 vurulsun. 1 yerine yazıram 2'də 1. Üstə gəlsin 2. 0 yerine də 0 etmiş olur. O da bərabərdir. 4 vurulsun. 2'dən neçə edər? 2'də 5 edir. Bundan bu getdi. 2 qaldı. Doğru cavab olar 10. Deməli 4-cü sualda olar C variantı. Keçək 5-ci suala. Qrafikdə verilənlərə əsasən integral 1'dən 4'ə yazaq. İntegral 1'dən 4'ə. Kökün altında f törəmə x vurulsun f ikinci tərtib törəmə x dx. Əvvəla gəlin bu integralı biz sadələşdirək. Bu formada integral hesablaya bilmərik. Onda f törəmə x-a yeni dəyişən deyirəm. Bir t desəm. İkinci tərtib törəməsini tapsam. F ikinci tərtib törəmə diferensiyallasam hər tərəfin. Dx bərabərdir dt olmuş olur. Aha. İndi burada nə edəcəm? Bir də sərhədlər 1'dən 4'ədir. F törəmə 1 bərabərdir t1 o da bərabərdir. F törəmə 4 bərabərdir t2 o da bərabərdir. İndi bir də 4'də şeylər yazıram. Baxıram qrafikə. 4'də toxunandır. O zaman toxunan 1 olmalıdır. 1'də də nədir? A'da değil minimum noktasında f türeme 1 0'da yazıram bura 0. Şimdi bu bərabərlikdən bu bərabərlik aşağıda yazıram. İntegral yeni sərhədlərimiz 0'dan 1'ə oldu. Çünki t ilə vəzələmişdim və onda sərhədlərlə mütləq dəyişdirilməlidir. F törəmə x-a bir t demişdim. Olur kökün altında t. F ikinci tərtib törəmə x. Baxın f ikinci tərtib törəmə x dx-in də yerinə dt yazıram. Yazdım bura dt. Şimdi bu integralı biz hesablayaq. Görə neçə alınır. T nə deməkdir? Kökün altında t 10'a bərabərdirsə t üstündə 2'də 1 deyir. İntegral da olar t üstündə 2'də 3 bölünsün 2'də 3 qalar. Hardanlara 0'dan 1'ə doğru. O da bərabərdir. 1 üstündə bu 2 qalxar da yuxarı yəqin ki. 2 vurulsun 1 qoyanda bu 1 etmiş olur. Bir də məxrəcinə qaldı. 3 qaldı. 0 qoyanda da 0 edir. Ona görə doğru cavabımız neçə olar? 2 bölünsün 3. Doğru cavab D variantı. Keçək. Bu neçənci sual idi? Bu 5-ci sual D variantı oldu. Və keçək 6-cı suala. Misal nömrə 6. Fx funksiyası üçün bizə fx funksiyası verilib. F ikinci tərtib törəmə x, f ikinci tərtib törəmə x 4'də. Fx funksiyasının A nöqtəsi 1,5'də. Deyir ki, A nöqtəsi 1,5'də. Burada da fx'tir. A nöqtəsi 1,5 nöqtəsində çəkilmiş toxunan o müsbət hissədir. Yəni ki, f törəmə 1 bərabərdir tangis
5 dərəcədir. O da 1'dir. Yəni f törəmə 1 dəyəri nəyə bərabər oldu? 1'ə bərabər olmuş oldu. İndi deyir bizə f 0'ı tap. F0 bərabərdir suala. Baxıram deyir f törəmə ikinci, yəni ki x-in yerinə biz nə yazmalıyıq? 1 yazmalıyıq. Onda f(x)in ümumi şəkli 1 olar. 2x-in kvadratı. Nəyə görə? 2x kvadratında törəməsi 4x bir də 4 edir. Minus f törəmə 1'də 1 elədiyinə görə burada 3x elədi. Yəni ki 4x çıx 3 edir də. 4x çıx 3'də də 1 qoysam 4'dən 3 çıxaram 1 f törəmə 1 1'dir. Bir də üzərinə gəlsin nə olar? C olar. Sərbəst onu bilmirik. Funksiyada 1'də nə qiymət alıb? 5 alıb. 5 bərabərdir. 2 çıx 3. X-in yerinə 1 yazıram. Üstə yansın C. C də bərabərdir 6'ya. Kvadratik funksiyada da f0 dəyəri ilə C-yə bərabərdir. O da neçə olar? 6 olmuş olar. Doğru cavab A variantı. Keçək növbəti suala. 7-ci sual gəlir də. Misal nömrə 7. İntegral -4'dən 7'ye qədər f(x) vurulsun c törəmə x dx. 7'dən -4'ə də bunu plus edirəm, yerini dəyişirəm. -4'dən 7'ye yazıram. F törəmə x, f törəmə x, cx bir də nə? dx bərabərdir. Cəm şəklində integral kimi yazsam -4'dən 7'ye f(x) vurulsun c törəmə x üstə gəlinsin f törəmə x vurulsun cx bir də dx. Bu nəyə bərabərdir özlüyündə? -4'dən 7'ye yazıram. Fikir verin bura. Birincinin törəməsi ikinci, ikincinin törəməsi birinci. Yəni ki, f(x) hasilin törəməsi də bu açılışa. Törəmə dx-a. Törəmə ilə integral gedir. Yerdə qalır f(x) vurulsun cx. Hardan hara? -4'dən 7'ye. O zaman da burada yazıram f7 c7 çıxılsın f -4 c -4'ü yerinə yazıram. Bərabərdir. f7 c7. f7 ilə c7 eyni nöqtədə birləşib. Hər ikisi 5'ə bərabərdir. Yazıram 5 vuraq 5 çıxılsın. Bir də f -4 c -4. Burada qrafikdə -4 bir dənə f(x)in üzərindədir. Elə görsənir ki, cx-in üzərində deyil. Əgər f(x)in üzərində olsa, bir dənə ora 4 yazaram, 0 yazaram. Amma şəkildə əgər f(x)in bir də cx-in üzərindədirsə, -4 4 nöqtəsi. O zaman hər ikisinə aiddir. Cavabları da belə götürüb. Amma şəkildə biraz oxşamır da o da. Çünki -4 4 təkcə f(x)in üzərində olduğu kimi görsənir. Yəni ki, cx-in üzərində deyil. Formada yazsaq bu 25 edir, bu 16 edir. Çıxanda bir-birindən 9 etmiş olur. Doğru cavab C variantı. Keçək 8-ci suala. Misal nömrə 8. Yenə hissə parçalı bir funksiya verib. Deyir 2x minus 1 x böyükdür, bərabərdir 3'dən. 3x kvadrat nə deyir? X 3'dən kiçikdir. Olarsa 0'dan 4'də integral 0'dan 4'ə müəyyən integralı hesabla f(x) dx. O zaman mən bunu necə yazıram? 3 0 4 aralığına daxil olunana görə integral 0'dan 3'ə f(x) dx üstə gəlinsin integral 3'dən hara? 4'ə f(x) dx yazaram. Bərabərdir. 0'dan 3'ə 3x kvadratını istifadə edirəm. İntegral 0'dan 3'ə 3x kvadrat dx üstə gəlinsin. 3'dən 4'ə də bu ifadəni 2x minus 1'i istifadə edirəm. O da neçə olar? 2x minus 1 dx şəklində yazaram. O da bərabərdir. Bu edir x kub integral hardan hara? 0'dan 3'ə. Üzərinə gəlinsin. X kvadrat minus x hardan hara? 3'dən 4'ə. O da bərabərdir. 3'ün kubu neçə elədir? 27. 0 qoyanda 0. Üzərinə gəlinsin. 4'ün kvadratı 16 çıx 4.
çıxılsın 3'ün kvadratı 9 çıxılsın 3. O da bərabərdir 27 üstə gəlinsin 16'dan 4 çıxdım 12, 9'dan 3 çıxdım 6, 12'dən 6 çıxdım 6. Yəni ki burada plus 6 qalır 27 üstə 6 33'ə bərabərdir. Bu da B variantı. Keçək 9-cu suala. Misal nömrə 9. Deyir f(x) cüt funksiyadır. Cüt funksiya olduğuna görə yazıram f mənfi x bərabərdir fx. Bu cüt funksiyadır. Bununla işimiz yoxdur. Bizə deyir ki, integral mənfi 1'dən 1'ə fx dx bərabərdir 24 olub. Olarsa deyir aşağıdakı integralı hesabla. Gəlin burada müəyyən sadələşdirmə yaparaq. 2'ni qarşıya atsam, integral 0'dan integralın xassəsidir. Cüt funksiyadır ona görə. Fx dx bərabər neçədir? 24'dir. O zaman integral 0'dan 1'ə dəyəri fx dx nəyə bərabər? 24'ü 2'yə bölərəm 12. Bunlar hələ ki işim yoxdur. Keçirəm. Aşağıdakı del integralı hesabla. Hardan hara? 3'də 1'dən 3'də 2'yə qədər. F 3x minus 1 dx bərabərdir. İndi 3x minus 1'ə bir t deyirəm. O zaman 3 dx hər tərəfini törəmə alsam d diferensiyallarsam 3 dx dt'dir. Dx də bərabərdir dt bölünsün nəyə? 3'ə bərabər olmuş olar. Aha, indi mən t əvəzləmə aparmışamsa sərhədlər dəyişməlidir. 3 dəyişini yerinə qoysam 3x minus 1'də 3 dəyişini yerinə qoyuram. 3'də getdi 2'dən 1 çıxanda yuxarı sərhədimiz 1 olur. Aşağı sərhədimiz isə 0 olmuş olur da. 3'də 1 qoyanda bu 1 edir. 1'dən 1 çıxanda da 0. Aha. Bu oldu 0'dan 1'ə. F3x minus 1'ə mən t demişəm. Olur ft. Dx'in də yerinə yazıram. dt bölünsün 3. dt bölünsün 3. Bu 3'də 1'i qarşıya keçirtdim. 3'də 1 integral nə olur? 0'dan 1'ə ft dt bərabərdir. 3'də 1. 0'dan 1'ə fx dx 12'dirsə, 0'dan 1'ə ft dt də 12'dir. Yazıram bunun yerinə 12. 12'nin 3'ə böləndə yerdə qalar neçə? 4. 9-cu sualda nə oldu? Y variantı olmuş oldu. Keçək 10-cu suala. Görək 10-cu sualda. Fx funksiyasının x bərabərdir m və x bərabərdir n absisli nöqtəndə seçilmiş toxunanları x oxunun müsbət istiqamətinə uyğun olaraq 75 dərəcə və 15 dərəcəli bucaqamlar əmələ gətirir. İntegralı hesabla. Yəni ki, f törəmə m yazsam, neçə? Tangens 75'dir. Gəlin bunu da hesablayaq. Bu belə deyək də. Tangens 45 üstə 30 deməkdir. 1 üstə gəlinsin. Kök altda 3. 1 minus kökdə 3. Yəni, kökdə 3 bölüşlər məxrəclər 3 olduğuna görə ona atıram gedir də. 1 plus kökdə 3, 1 minus kökdə 3 qalır. Bir də bunu sadələşdirsəm 1 plus kökdə 3'ün kvadratıdır. Mənfi 2'dir. Mənfi belə deyək də 1 üstə gəlinsin. Gəlin açılışını yazaq. 2 kök 3 üstə gəlsin 3 edər. Burada da mənfi 2 qalar. Hələ ki bu mənfini buradan sileyim. Bu mənfiyə ehtiyac yoxdur. Sonra qarşıya ataraq o mənfinə. Aha. Bərabərdir. 4 üstə gəlsin 2 kökdə 3 bölünsün mənfi 2'dir. Mənfini qarşıya attım. Hər tərəfini 2'yə böldüm. Mənfi belə orada 2 üstə gəlsin kökdə 3. Sonra f törəmə n-yə bərabər olar. Tangens 15'dir. Tangens 15'dir. Yenə də mənfi 2 çıxasın kökdə üstə bu edər. Çünki bunun əksini yazıram. İndi keçək nəyə? İntegralı deyil hesabla. İntegral n-dən m-ə 3 vurulsun f ştrik x vurulsun f ikinci tərtib törəmə x dx bərabərdir. İndi f törəmə x-a bir t desəm, o zaman f ikinci hər tərəfini diferensiyallasam dx nə olar? dt olar. Əgər t əvəzləmə aparmışamsa, o zaman mən bunun sərhədlərini dəyişməliyəm. Onda f törəmə
F törəmə M. Birinci halda M etdi. M-i qoydum yerinə, bərabərdir T1 olsun. F törəmə M-i də tapmışam nə? Mənfi 2 plus kökdə 3. Mənfi 2 plus kökdə 3. F törəmə N isə aşağı sərhəddə yerini dəyişdirdim. T2 olsun. Mənfi 2 minus kökdə 3 olmuş olur. İndi bu integralı buradan bərabər qoymuşdum. Gələk burada aşağıda bərabər yazaq. Yeni sərhədlərimiz F törəmə M ilə F törəmə M ilə F törəmə N oldu. 3 vurulsun. F törəmə X-a mən nə demişəm? Bir T demişəm. Yazıram bura bir T. F ikinci tərtib törəmə X dx isə dt-dir. Yazıram bura dt. Bu 3-ü silirəm. Ən axırda nəzərə alacağım bu 3-ü. Çünki 3 integralın qarşısına atmışam. Bunu ən axırda vurarıq da. Aha. İndi nə edirəm? Bunun integral nədir? T kvadrat bölü 2. Hardanara? F törəmə M. Bu sərhədləri yerinə qoyacağım. Yəni ki, burada kvadrat oluna görə bu mənfiləri atıram gedir. 2 plus kökdə 3-dür. Bu da 2 minus kökdə 3-dür. O da bərabərdir. 2 plus kökdə 3-ün nəyi? Kvadratı. Çıxılsın 2 minus kökdə 3-ün Newton-Leibniz düsturuna görə bölünsün 2-dir. Bunu da açıq bir ASCB kimi yazsam və yaxud da asılışın yazaq da muxtasar vurma düsturuna görə asılışın yazaq və yaxud da A kvadrat B kvadrat yazmaq olar. Plus 4 kökdə 3 plus 3 çıxılsın 4 üstə gəlinsin 4 kökdə 3 2 kimi 4 kökdə 3 üstə gəlsin çıx 3 olur. Bir də bölünsün nə var? Bölünsün 2 var. Aha. Mənfi 4-lə 4 getdi, 3-lə də 3 getdi. 4 üstə 4, 8, 2-yə bölündə olur 4 kökdə 3. Bayaq demişdim ki, 3-ü də sonra nəzə alaram. Bir də vuraram 3-ə. Edər neçə? 12 kök altında 3. O da olar A variantı. Keçək misal nömrə 11-ə. Fx xətti funksiyadır. Yəni ki, fx nəyə bərabərdir? Kx plus b-yə bərabərdir. Aha. Olarsa integral 0-dan 1-ə. Bir də nə verib? İntegral 0-dan y-ə fx dx fx dx bir də dy verib. Burası səliqəsiz alındı. Bir də dy verib. O da nəyə bərabərdir? 5-ə. Olarsa deyir, f 3-də 1-in qiymətini tap. F 3-də 1 nəyə bərabərdir? Baxıram f 3-də 1-in qiymətinə. Aha. F 3-də 1-in qiymətinə. Əvvəla gəlin bu integralı biz həll edək. Yazıram integral 0-dan y-ə. F x-in yerinə 3-də 1 yazıram da. Olur f 3-də 1 dx bərabərdir. Bu f 3-də 1 kx plus b üçün sabitdir. Sabit olunaraq qarşıya atdım. Vurulsun integral 0-dan y-ə nə olmalıdır? Dx. O da bərabərdir. O da bərabərdir. Biz nə edirik burada? F yenə deyirəm 3-də 1 qarşıya atmışıq. 0-dan y-ə və dx-ə görə integral aramsa, yəni ki x. Burada 1 olub. 1-in integral x-də yazıram x. 0-dan hara kimi? Y-ə qədər. İndi x-in yerinə y yazıram. F 3-də 1 nə oldu? Y oldu. 0 qoyanda da 0 olur. Birinci içəridəki integral budur. İndi çöldəki integrala baxıram. İntegral 0-dan 1-ə. F 3-də 1 y dy. O da nəyə bərabərdir? O da bərabərdir. O da bərabərdir. Nə vermişdi bizə? 5 vermişdi. Buraya yazaq 5. Aha. Yenə f 3-də 1-i atıram qarşıya. Bu bizə işimiz yoxdur bundan. Çöldəki integralını hesablayıram da. Y dy. İntegral nədir? Y kvadrat. Burası y kvadrat bölü 2-də. Hardan ara? 0-dan 1-ə kimi. O da bərabərdir 5. Bunun integralı 2-də 1 həll eləsək 0-da 0 eləyir. Yəni ki f 3-də 1 vurulsun 2-də 1 bərabərdir 5 olsa, o zaman f 3-də 1-i buradan
taparam. Bərabərdir 2 5-im neçə edər? 10 etmiş olar. Doğru cavab da C variantı 11. Keçək 12-ci suala. Misal nömrə 12. İntegral mənfi pi'dən pi'yə qədər sinüs x bölünsün 1 plus x üstündə 4 dx. İntegral hesabla. Baxıram sərhədlərə, biri mənfidir, biri müsbət. Görə bu cüt funksiyadır, yoxsa tək funksiyadır, onu araşdıraq. Təbii məsələdir ki, sinüsün x-in yerine mənfi qoysam, qarşıya çıxır olur mənfi sinüs x. Burada da x-in yerine mənfi qoysam, yenə öz eləyir. Deməli, bunun qarşısına mənfi çıxdısa, onda bu funksiya ümumiyyətlə nədir? Mənfi çıxır qarşıya. Deməli, tək funksiyadır. Tək funksiyada da integral mənfi a-dan a-ya fx dx tək olsa, bunun integral dəyəri nəyə bərabərdir? 0-a. Deməli, bu da 0-a bərabərdir. 12 də olar D variantı. Keçək 13-cü suala. Limit m 0-a yaxınlaşır. Limit m yaxınlaşır 0-a. İntegral 0-dan m-ə kimi 3x kvadrat çıx 1-dir. Aşağı dx. İntegral 0-dan m-ə kimi 2x minus 1 bir də nə verib? Dx. Gəlin bunu hesablayaq. Sonra limit m 0-a yaxınlaşanda hesablayaq. Bu integralı x kub çıx x-dır. Buraya yazıram. X kub çıx x-dır. M-i qoyamda m kub çıx m olur. Yazıram m kub çıx m-dir. 0-ı qoyanda da yenə burada 0 edir. İkinci halda bunun integralı x kvadrat çıx x-dır. M-i yerinə qoyuram. M kvadrat çıx m olur. M kvadrat çıx m olur. O da bərabərdir. Sadələşdirməli m-ləri atsam geçsə limit olur m 0-a yaxınlaşanda m-ləri çıxarsam m-lər gedir olur m kvadrat çıx 1 m minus 1 olur. Müxtəsər olmadı sadələşdirsəm limit m 0-a yaxınlaşanda m üstə 1 alınır da. M üstə 1 alındı artıq. Bunları da hesabladım və bizə nə deyir da? Limiti hesabla. M-i də yerine 0 qoysam doğru cavab olar 1. Nə oldu? B variantı olmuş oldu. Keçək 14-cü suala. Aşağıdakı şəkildə y bərabərdir fx funksiyasının qrafiki verilmişdir. 0-dan 3-ə f yazıram. 0-dan 3-ə f tərs funksiya fx dx bərabərdir 5 olsun. Onda deyir 0-dan 5-ə yazıram integral 0-dan 5-ə fx. Bunu ayrı-ayrı integral şəklində yazıram. Plus integral yenə 0-dan 5-ə f törəmə x dx integralını hesabla. Bərabərdir. İntegral 0-dan 5-ə hələ ki qalsın fx. Bunun dx də var da, buraya yazmamışıq. Dx. Törəmə ilə integral getdi. Oldu nə? Müəyyən integralın hesablanmış forması. Yəni ki fx hardan ara? 0-dan 5-ə qədər. O da bərabərdir. İndi gəlin qrafikdə baxaq. Qrafiki çəkək bura. Deməli, bura y-dir. Bura x-dır. Belə bir funksiya verib. Buradan buranı verib. İstəyər və bura düşür. Səliqəsiz olsa da qrafik üzərində yorum yapmağa görə deyirəm. Yorum etməyə görə deyirəm. Aha, deməli bura 3-dür, bura 5-dir, bura O nöqtəsidir. Əgər 0-dan 3-ə haran götürüb f tərs funksiyada buradan buradır. Bu sahə olub 5. Obşi düz bucağın sayısı bura 5-dir, bura 3-dür, 15-dir, onda bura 10 oldu. Yəni ki, integral 0-dan 5-ə bu şitirklənmiş hissənin sahəsi nəyə bərabərdir? 10-a bərabərdir. Yəni ki, bunun cavabı nə oldu? 10. Sahə kimi baxıram. Plus f5, burada da çıx f0'dır. f0 dəyəri yəni ki 0-dan başlanacaq funksiya 0'dır. f5 dəyəri də 5-də 3 alıb. 0 bu heç, yəni ki 10 üstə 3 olsun, 10 3-ə bərabərdir. O da hansı variantdır? E variantıdır. Keçək misal nömrə 15-ə. Misal nömrə 15. İntegral
0'dan 2 kök altında 2'ye qədər. Kökün altında 16 minus x kvadrat çıxılsın x dx. Deyir integralını hesablayın. Gəlin bunu ayrı-ayrı integral şəklində yazaq. Yazıram bərabərdir. İntegral 0'dan 2 kök altında 2'yə. Kökün altında 16 minus x kvadrat və dx. Çıxılsın. İntegral 0'dan 2 kökdə 2'yə. X dx bərabərdir. Bunları hesablayaq. Bunun aşağıdan yazıram. X kvadrat böl 2'dir. 0'dan 2'ye qoysuq. 0'dan 2'ye qoysuq. 2'də 4, 28, 2'ye bölündə 4 qalır. 0'da da 0 edir. Bu integral dəyəri nədir? Bu integral dəyəri oldu 4. İndi əsas bizə maraqlı olan bu integral dəyəridir. Bir arada hesablamışdıq. İkinci sual idi, səhv etmirəmsə. 16 minus x kvadrat çevrədir. Mənfi 4'dən 4'ə yarım çevrə götürürəm. Mənfi 4'dən 4'ə yarım çevrə götürdüm. İndi bizə deyir ki, radius 4'dir, burada 4'dir. 4'də 1 hissəsi olduğuna görə bu sahəni mən hesab edirəm. Ancaq hardan hara? 0'dan 2 kökdə 2'yə. Burada biraz iş qəlizləşir. İndi baxaq. Tutaq ki, bura olsun da. 2 kökdə 2 xəttdə bura olsun. Buradan bura bir xətt çəkdim. Bura oldu 2 kök altında 2. Aha. İndi bizə lazım olan, bax bu ştirklənmiş hissə də sahəsi. Bunun sahəsini tapsam 4'dən çıxsam cavab odur. İndi baxa görə bunun sahəsini necə tapa bilərəm? Gəlin bu ştrixi silək. Bunları silək. Bununla bunu buradan birləşdirirəm. Bununla bunu birləşdirirəm. Çevrənin radiusu 4 olur. Burada 4'dir. Bura 2 kökdə 2'dirsə, onda burada 2 kök altında 2'dir. Həmin ştirklənmiş hissənin sahəsi, deməli bura 45 dərəcədir. 90 ise burada 45 dərəcədir. Bu sektorun sahəsi ilə bu düz bucaqlı bucağın sahəsinə bərabərdir. Sektorun sahəsi S sektor. Sektorun sahəsi plus S üç bucağın sahəsi ştirklənmiş hissənin sahəsidir. Sektorun sahəsi pi vurasın r-in kvadratı. 14'ün kvadratının 6 alfa 45 bölü 360'dır. Üstə yazsın S üç bucağın da sahəsi 2'də 1. 2 kökdə 2'nin kvadratı 2 küm 4, 4 küm 8 edir də bu da. Yazıram 8. Aha. Buna ixtisar eləsəm 45, burada qalır 8, burada da qalır 2. Bu edir 2 pi, üzərinə gəlsin, bu da 4 edir. Üzərinə gəlsin 4. Birinci integralın cavabı oldu 2 pi üstə 4. 2 pi üstə gəlsin 4. Və ondan nəyə çıxacam? 4'e çıxacam. Çıxaq 4. Bərabərdir. Yerdən neçə qalar? 2 pi. Deməli, ümumi integralın həlli 2 pi olur. D variantı. Keçək 16-cı suala. Görək 16'da bizə nə deyir? Yazıram integral x f törəmə x çıxılsın f(x) böl x kvadrat verib dx bərabərdir 5x minus 2. 5x minus 2. F1 də 8 verib. F1 də 8 verib bizə. Yazıram F1 bərabərdir 8 olarsa artıq yazır. F2'ni deyir tap. F2 dəyəri nəyə bərabərdir? Əvvəla bir integralı yazaq. İntegral. Fikir verin bura. F(x) bölünsün x'in törəməsi deyil bu. Birinci, ikincinin törəməsi. Sonra x'in törəməsi 1 edib, bir də x'in kvadratı edib də. Bu nisbətin törəməsi də yuxarıdakı. Dx bərabərdir 5x minus 2'yə. Törəmə ilə integral bir-birini aparır. Yerdə bax bu qalır. F(x) bölünsün x. Üzərinə gəlinsin. Bir c var. Cərbə səthi var da. Törəməsi tapanda 0 olub. Bərabər nədir? 5x minus 2'yə. İndi gəlin f'in yerinə f1 nəyə bərabərdir? 8'ə. X-in yerinə 1 yazaq. F1 qoysam bu neçə olur? 8. X-in yerinə 1 yazım. Üzərinə c bərabərdir. X-in yerinə 1 yazım. 5'dən 2 çıxanda 3. Deməli c bərabər 3'dən 8 çıxaram. Mənfi 5. C bərabər neçə oldu? Mənfi 5. F2'ni deyir hesabla. Yaxşı f2 yazıram f2. Bölünsün 2. X'in yerinə 2 yazıram. C'nin yerinə 5 yazdım. Bərabərdir.
2 5'im 10, 10'dan 2 çıxanda 8. Olar 8. Yazıram F2. F2 çıx 10 bərabərdir 16. Hər tərəfini 2-yə vurdım. F2 də bərabərdir 16 üstü 10, 26 edər. O da olar A variantı. Keçək neçinci sual gəlir? 16-nı həll etdik. 17-ci sual. Misal nömrə 17-yə. Yenə integral dəyərləri burada. Sahəni verə bilər, amma integral dəyəri mənfi müsbət ola bilər də. Onu nəzərə almalıyıq. Yazıram integral mənfi 2-dən 4-ə qədər f(x) çıxılsın gx integral dx. Ayrı-ayrı integral yazsam və yaxud f(x) çıx gx bunun fərqi yoxdur. Hamısı moduldadır. Mənfi 2-dən hara kimi? 4-ə qədər. Mənfi 2-dən 2-yə qədər. Birinci integral dəyərimiz nədir? A 8-dir. Çıxılsın mənfi 2-dən 2-yə qədər. İndi 2-dən 4-ə qədər olan integral dəyərinə baxıram burada. 2-dən 4-ə qədər olan integral dəyərinə. B-ni verib də, SB də 2-dir. Çıxılsın 2. Nəyə görə çıxıram? Çünki mənfi aşağıdadır integral dəyəri. X oxundan aşağıdadırsa integral dəyəri mənfi olur. X oxundan yuxarıdadırsa integral dəyəri hər zaman müsbət olur. Bunu yaddan çıxarmaq lazım deyil. 8-dən 2 çıxaram, olar 6. Doğru cavabımız Y variantı. Əslində bunu asıl işlə yazmaq daha yaxşı idi. Mən tez olsun deyə bu formada yazdım. 18. Keçdik 18-ci suala. Şəkildə verilmiş rəngli sahələr bərabər olarsa, bu sahə ilə bu sahə bir-birinə bərabərdir. Gəlin qrafiki çəkək. Qrafik üzərində bəzi yazılar yazacağıq ona görə. Bura y-dir, burada x-dir. Bir parabola verib, parabolanın qolunu verib, y bərabərdir, bura x kvadratdır. Bura kimi verib 6. Aha. Sonra burada verib 3. Buranı da verib A. A'nın qiymətini bizdən soruşur. İndi bunların kəsişmə nöqtəsinə baxıram mən. Kəsişmə nöqtəsi bax bu hissəyə düşüb də kəsişmə nöqtəsi. X kvadrat bərabərdir A olsa, x də bərabərdir kök altında A. Bunun mənfisi mənə lazımdır. Buraya yazıram kök altında A-ya. İndi baxıram bu hissənin sahəsi. İntegral 3-dən kökün altında A. Üst sərhədimiz hansıdır? A-dır. Yazıram üst sərhədimiz A-dır. Alt sərhəddə x kvadratdır. X kvadrat. dx. Bərabərdir. Yenə də integral kökdə A-dan hara kimi? Kökdə A-dan 6-ya qədər. Bu hissənin sahəsi də üst sərhəd x kvadratdır. X kvadratdır. Alt sərhəd isə nədir? A-dır. dx. Gəlin bu integralı hesablayaq. A-x çıx x kub bölü 3. 3-dən kökdə A-ya qədər bərabərdir. Kökdə A-dan 3-ə qədər, 6-ya qədər. Bağışlayın, bura 6-dır, 6-ya qədər. X kub bölü 3 çıx AX. Bunu x kub bölü 3, bunu artıq yazdık. Ya biz səhv yazdık. Bu burada olmalı deyil də. İntegral biz artıq hesablayaq. Kökdə A-dan hara kimi? 6-ya qədər. İndi bunu hesablayaq. Kökdə A vurasın. X'in yerine yazıram. X'in yerine A yazıram da. Oldu kökdə A. Ondan sonra çıxılsın. A kökdə A bölünsün 3 deyir. Çıxılsın. 3'ü qoyuram yerinə. 3A'ya. Ondan sonra çıx 9 oldu. 27 3'e böldüm. 9. Bunu belə yazdım. Sonra bərabərdir. 6'nı qoyuram yerinə. 6 vur 6 vur 6. 3'e ise 2. 36'ın çevrəsində 72. Çıx 6A olur. Ondan sonra çıxılsın. Bir də kökdə A'nı qoyuram. Bu da edir A kökdə A. A kökdə A. Bölünsün nə olacaq? A kökdə A bölünsün 3'dür. Bir də çıxılsın. Bir də üstə gəlinsin. Nəyə görə? Burada çıxırdı. Burada integralın çıxarı var. Kökdə A. Burasının kök altında. Yox, A vuraq kökdə A. Ben burada yazmışdım. Burada hələ A vuraq kökdə A-da. Mən kökdə A niyə yazmışam burada? Burada da yazır nə? A vurasın. X'in yerinə kökdə A yazmışam. A vuraq kökdə A'lar gedir.
Hər iki tərəfdə müsbətdir. Hər iki tərəfdə biri eyni işarə alınır. Bunlar da getdi. Qalır mənfi 3a üstə gəlinsin 9 bərabərdir 72 çıx 6a-ya. Mənfi 3a üstə 6a bərabərdir 72-dən çıxaram 9-a. 3a bərabərdir 63 edər. 70-dən 9 çıxanda a da 63-ə bölərəm. Neçə olar? 21. 18-ci sualın cavabı oldu neçə? C variantı. 19. Keçək 19-cu suala. Görək 19 nə deyir bizə? Deməli, şəkildə fx funksiyasının qrafikinə apsisi A və B nöqtələrində çəkilmiş toxunanları x oxu ilə əmələ gətirdiyi bucaqları verilmişdir. Qrafika seçilən integral A-dan B integralını hesabla. Yazaq A-dan B-yə f birinci tərtib x vurasın f ikinci tərtib törəmələr x dx. İntegral hesabında nə edirəm? Buna bir t deyirəm. F törəmə x bərabərdir bir t olsun. Onda f törəmə a, f törəmə b bərabərdir t-dir. Sərhədlərdir ki, bir yeni sərhədlərimizdə t1, t2-nin yəni f törəmə b olacaq. İkinci də f törəmə a olacaq, t2. Yeni sərhədlərimizdir. Hər tərəfini diferensiallasam, f ikinci tərtib x dx nəyə bərabər olmuş olur? dt-yə bərabər olar. Onda bunun yerinə mən nə yazmışam? Bunun yerinə t yazmışam. Və sərhədlərimiz də budur. F törəmə b. Burada tangens 60 dərəcədir. Kökdə 3-ə deyil. Yazıram bunun yerinə kökdə 3. Yəni ki, bu düz xətt fx funksiyasının qrafikinə toxunur. Toxunan da elə k-ya bərabərdir. Tangens 60. Burada da eyni qayda toxunma nöqtəsi var. 135 dərəcə, buradan qonşusu 45 dərəcə, tangens 45-də 1 olur. Yəni ki, onlar integral, yeni sərhədlərimiz 1-dən 3-ə. F törəmə x-in yerinə nə yazmışam? T yazmışam. F ikinci törəmə x dx-da dt-də yazıram bura, dt. İndi bunu hesablayaq. Deyir ki, t kvadrat bölünsün 2-dir. Harada? 1-dən 3-ə qədər. 1-dən kökün altında 3-ə qədər daha doğrusu. Bu 3 bölü 2-dir. Çıxılsın 1 qoyanda 1 bölü 2-dir. Bu da 2 bölü 2-də neçə olar? 1 etmiş olar. Görək 1 var cavabda. Bəli, A variantı. Sonra keçək hara? Növbəti axırıncı sualımıza 20-ci sual. Görək bizə 20-də nə deyir? Y bərabərdir x kvadrat əyrisi ilə y bərabərdir 2x, x bərabərdir 1, x bərabərdir 2 düz xətləri ilə hüdudlanan fiqurun OX oxu ətrafında fırlanmasından alınan cismin həzmini tapın. Əvvəla qrafiki çəkək. Deməli, bura y-dir, bura 1x-dir. Yazıram bura neçə? Bura 1x yazıram. Deməli, y bərabərdir əyrisi ilə y bərabərdir 2x, x bərabərdir düz. X kvadrat əyrisi bax budur. Sonra y bərabərdir 2x bu olsun. X bərabərdir 1, x bərabər hər iki nöqtədə buranı bərabərləşdirək də x kvadrat bərabər 2x-dan x 0 olsa, bir də x 2 ola bilər. Bunlar bu neçədir? 2-dir. Bir də 0 nöqtəsi var, kəsişmə nöqtələri. Bir də 1. 1 haradır? Bir də buradır. Bax, bunun arasında qalan nə edir bizə? Fiqurun həcmin soruşur. Həcm də bərabərdir. Pi vurulsun integral A-dan B-yə. F x-in ümumi kvadratı dx bərabərdir. Yazıram. Pi vurulsun integral hardan hara? 1-dən 2-yə. Üst sərhədimiz nədir? 2x-dir. 2x-in kvadratı dx. 2x-in kvadratı dx. Alt sərhədimiz nədir? Alt sərhədimiz isə ümumi integral altındadır da belə deyək. Alt sərhəddə. Bu dx heç burada yazmıyor. Ehtiyac yoxdur. Bu dx burada yazmıyor. Onunsa eyni nəticə gəlib çıxırdı. Alt sərhəddə x kvadratdır. Yazıram x kvadrat. X kvadratının daha doğrusu kvadratı. X üstündə 4. Yazıram bura neçə? dx. O da bərabərdir. Yazıram bərabərdir. Pi vurulsun. İntegral 1-dən heç bunu da yazmıyor. Birbaşa hesablayaq.
Açıram mötərizəni. 2x kvadrat 4x kvadratı 4x kvadrat edir. 4x kub böl 3 deməkdir. Çıx x üstündə 5 bölünsün 5 deməkdir. Hardan hara? 1-dən 2-yə qədər götürülüb. Məsələn, bunu hesablaya görək. Pi vurulsun. 2-nin kubu 8. 4 8'in 32 bölüşdür. 32 böl 3. Çıxılsın. 2 üstündən 5 32 böl 5'dir. Çıxılsın. Biri qoyanda eləyir 3'də 4. Çıxılsın 5'də 1. Mötərizəni bağlayaq. Böyük mötərizəni. Pi vurulsun. Mötərizə açdıq. Burada 5'dən 3'dir yuxarıda. Burada 5'dir. Burada 3'dir. 32'ni çıxarsam 5'dən 3 çıxaram 2. 64 böl 15'dir. Çıxılsın. Burada 5'dir. Burada da 3'dür. 20'den 3 çıxaramda 17. 17 böl 15 hesablasam. O da pi vurasın. 64 çıx 17 böl 15. O da bərabərdir. 64'ten 17 çıxımda neçədir? 14'ten 7 çıxımda 7. 5'ten 1 çıxımda 4 qalır da. 47 böl 15 pi. 47 böl 15 pi də doğru cavabımız C variantı olmuş olar.